Sosial şəbəkələrdə məşhurlaşan Hindistanlı astroloq Kushal Kumar 3-cü Dünya müharibəsinin başlamasına 2 ay yarım vaxt qaldığını iddia edib. Kushal Kumar öz proqnozlarını əsasən planetar aspektlərin təhlilinə əsaslandırır. İqtisadi böhranlar, təbii fəlakətlər və hərbi münaqişələr. Onun proqnozları çox vaxt qlobal hadisələrə aid olur. Planetlərin hərəkətini diqqətlə öyrənməsi və təfsirlərinin dəqiqliyi onu dövrümüzün ən inanılmış astroloqlarından birinə çevirib. Kumarın sözlərinə görə 2023-cü ilin sonunda 2025-ci ilin sonuna qədər olan dövr son dərəcə gərgin və təhlükəli hesab edilir. Onun proqnozuna görə 3-cü Dünya müharibəsi 2025-ci il avqustun 4-ü və ya 5-də başlaya bilər. Astroloq hesab edir ki, bu zaman dünyada geniş miqyaslı silahlı qarşıdurma ehtimalı yüksəkdir. O proqnozlarını astroloji amillərin təsiri ilə, xüsusən də planetlərin keçidi ilə əlaqələndirir. Onun fikrincə bu səma hərəkətləri dünya siyasi arenasında ciddi dəyişikliklər yaratmağa qadirdir. Xatırladaq ki, Hindistanlı Nostradamus adı ilə tanınan Kushal Kumar ötən ildə belə bir proqnoz vermişdi. Onun ilk proqnozu 2024-cü ilin 18 iyununda idi. Daha sonra astroloq dünya müharibəsinin başlanma tarixini 24 və 26 iyuna keçirmişdi. Lakin kütləvi informasiya vasitələrində yayılan bilgilərə görə Hindistanlı Nostradamusun bütün əvvəlki proqnozları həyata keçib. Xüsusilə o İsrail və Həmas, hər iki Koreya tərəfi, Çin və Tayvan, həmçinin Rusiya və NATO arasında münaqişələri əvvəlcədən xəbər verib. Öncə görən öz proqnozları üçün Vedik astrologiya xəritəsindən istifadə edir. Elçin Şuşalı, Qafqaz TV üçün.